Salam əziz müəllimlər, dəyərli müdavimlər. Bugün sizinlə təlim modellərindən sorğu və araşdırma əsası təlim modeli mövzusunun izahını verəcəm. Kanalımızda digər mövzu izahları da var. Kanala keçid edərək onlara da baxa bilərsiniz. Deməli, sorğu araşdırma əsası təlim modeli kitabda böyük bir mövzu kimi verilsə də, əslində çətin və uzun bir mövzu deyil. Bəzi məqamlar var ki, onları bilsək bizə, yəni bəs edir. Sorğu araşdırma əsası təlim modelində, deməli, şagirdlər öyrənmə prosesində sual vermək, hipotez irəli sürmək. Hipotez sözü mənası fərziyyə irəli sürmək deməkdir. Müşahidə etmək, araşdırma aparmaq, yəni araşdırma aparandan sonra nəticə çıxarmaq, nəticəni yoxlamaqla araşdırma xarakterli fəaliyyətə cəlb olunurlar. Buradan da belə nəticəyə gəlirik ki, şagird çox aktivdir. Yəni, fəaliyyətləri şagird həyata keçirir. Deməli, sorğu araşdırma əsası təlim modeli şagird mərkəzli təlim modelidir. Şagird mərkəzli təlim modeli nə idi? Şagird passiv deyil, aktivdir. Bu təlim şagirdlərdə informasiyanı emal etmə, vaxtı idarə etmə, komanda ilə işləmə, yazılı, şifahi ünsiyyət, problem həll etmə, dəyərləndirmə, yəni həmin o problemi dəyərləndirmək, qiymətləndirmək və sair bacarıqları inkişaf etdirir. Bir sözlə, bu oxuduğum cümlədə biz nə gördük? Hansı ki 21-ci əsr bacarıqları var, 4K bacarıqları olsun, yəni tənqidi təfəkkür, yaradıcı təfəkkür. Ümumiyyətlə bir yerdə problem həll etmə varsa, orada tənqidi və yaradıcı təfəkkür olacaq. Sonra nə var idi? Kommunikasiya bacarıqları, yəni ünsiyyət bacarığı, istər yazılı, istər şifahi. Hətta dinləmə bacarığı da ünsiyyətə daxildir. Komanda ilə işləmək, kooperasiya, kooperativ, əməkdaşlıq, bəli, bu da 4K-dan biri idi. Sonra nə idi? 21-ci əsr bacarıqları, problem həll etmə, qərar qəbul etmə. Yəni, bir sözlə bu cümlənin içində biz gördük ki, 21-ci əsr bacarıqlarının hər biri şagirddə inkişaf edir. Hansı ki, biz demişdik ki, şagirdlərə bu dövrün tələblərinə uyğun olaraq bu bacarıqları aşılamalıyıq, şagirdlərdə bu bacarıqları inkişaf etdirməliyik. Öyrənmə prosesi kimi sorğu araşdırma əsaslı öyrənmə prosesinin əsas komponentləri 5 dənədir. 1, 2, 3, 4, 5. Yönləndirmə yazılıb, amma mənası maraq oyatma, cəlb etmə deməkdir. Yəni, şagirdləri dərsə cəlb etmə. Belə deyək də, burada birinci oxuyaq, sonra mən sizə bir dənə nümunə üzərindən gedəcəm. Elə o nümunə ilə də yadınızda qalacaq. Yönləndirmədə nə deyir? Dərs şagirdləri məqsədə yönləndirmə ilə başlayır. Yəni, motivasiya yaradılır, yəni dərsi cəlb etmə mərhələsi. Bu, şagirdlərdə araşdırma aparmağı aktivləşdirir. Yəni, şagirdi dərsə cəlb edirsən, şagirddə maraq oyanır və həmin şeyin cavabını tapmaq üçün araşdırma etmək istəyir ki, görün bunun cavabı nədir? İkincisi, mən uşaqda maraq oyatdım və əsas sualı qoyuram. Deyirəm məsələn ki, indi deyin görün bu necə ola bilər? Və şagirdlər də hipotez irəli sürürlər, yəni öz fərziyyələrini irəli sürürlər. Baxın, növbəti addımda, yəni həmin bu ikinci addımda əsas sualı qoyulması və ya hipotez irəli sürülməsi təşkil edilir. Burada əsas məqsəd şagirdləri əsas suala və ya yoxlanılmalı olan hipotezə, yəni fərziyyəyə yönəltməkdir. Yəni şagirdlər fərziyyə irəli sürdü, çox gözəl. Bəs indi biz bunu necə bilək ki, bunun dəqiq cavabı hansıdır? Siz bayaqdan bu əsas suala sadəcə öz fərziyyələrinizi, hipotezlərinizi irəli sürürsünüz. Bəs biz nə bilək ki, bunun əsl cavabı hansıdır? Necə bilək? Əlbəttə ki, araşdırma edərək. Növbəti addımda araşdırma, tədqiqat fəaliyyəti həyata keçirilir. Qoyulan suala və ya irəli sürülən hipotezə və ya fərziyyəyə cavab tapmaq üçün uşaqlar araşdırma aparırlar. Bu mərhələ ən məsuliyyətli mərhələdir. Vaxt və resurslardan düzgün istifadə edə bilmək üçün dəqiq planlaşdırma tələb edir.
Araşdırdılar. Araşdırandan sonra nə baş verir? Axır ki bir nəticəyə gəlirlər. Bəli, dördüncü addımımız nəticəni ortaya qoymaqdır. Burada əvvəldən qoyulan sual, hansı ki, baxın burada qoymuşdu ya, əsas sualın qoyuluşu. Burada əvvəldən qoyulan sual və ya fikir ilə araşdırma ilə əldə edilən nəticələr qarşı-qarşıya qoyulur. Yəni bayaq uşaqlar fərziyyə ya da ki hipotez irəli sürmüşdü, sonra araşdırma apardı, nəticəyə gəldi. Yəni belə deyək də fakt. Fərziyyələrdən fakta gəldi, çıxdı. Ən sonda müzakirədir 5-ci addımımız. Sonda araşdırmadan əldə edilən nəticələr, hansı ki burada nəticə əldə elədi ya araşdırmadan. Araşdırmadan əldə edilən nəticələr başqalarına təqdim edilir, yəni öz sinif yoldaşları bir-birlərinə təqdim edir və müzakirə təşkil edilir, refleksiya ilə tamamlanır. Artıq dərsin son mərhələsidir, möhkəmləndirmə mərhələsidir. Sonra sorğu araşdırma əsası təlim, şagird mərkəzli təlim modeli olsa da, müəllimin burada rolu həlledicidir. Nə mənada həlledicidir? Bəli, şagird gedir araşdırmağa, hər şeyi şagird edir. Amma müəllim də fasilitator rolundadır. Məsələn, deyər ki, sizə şagird bu dəfə aktivdir, müəllim passivdir. Belə şey yoxdur. Hər iki tərəf aktiv, subyekt. Bəli, şagird araşdırmacıdır, amma müəllim də fasilitatordur. Müəllim davamlı onları müşahidə edir, izləyir, lazım gələrsə onları hansısa resurslarla təmin edir və s. Belə ki, bu təlimdə müəllimin rolu nədir? Birinci, təbii ki, mövzuya giriş üçün şagirdlərini diqqətini çəkmək, hansı ki, bayaq dediyi cəlb etmə. Və yəni uşaqda bir maraq oyadaq ki, uşaq da həvəslənsin, getsin də araşdırmaya. Bunda da əsas iş düşür müəllimin üzərinə. Və onları araşdırmağa sövq edəcək sualı qoymaq və ya situasiyaya cəlb etmək. Şagirdləri müzakirəyə cəlb etmək və bu prosesə rəhbərlik etmək. Yəni ki, müzakirəyə rəhbərlik edirəm. Boş-boş uşaqlar mübahisə eləsələr anında müdaxilə etməliyəm. Təzədən uşaqların fikrini müzakirəyə yönləndirməliyəm. Müzakirəni ehtiyaca görə qrupla və ya bütün siniflə təşkil etmək olar. Müzakirəni diqqətlə dinləmək, yanlışları korrektə etmək, korrektə edici. Bu, biz WhatsApp-da məsəl üçün salam yazmaq əvəzinə salım yazırıq. Sonra yuxarıda 3 nöqtəyə girib orada redaktə et var. O redaktə etdən nə edirik? Düzəldib salam edirik. Bax, korrektə etməyi elə düşünün. Yəni, bir yanlış varsa, müəllim o kiçik yanlışları korrektə edir. Yəni, düzəlişlər edir ki, sonra səhv yadlarında qalmasın. Eyni zamanda şagirdlərin daha yaxşı anlaması üçün əlavə informasiyalar verir. Yəni, məsəl üçün, korrektə etdi, istiqamətini verdi, düzgünləri dedilər. Hətta müəllim o dərslə, onunla, həmin o tapşırıqla bağlı əlavə informasiyalar da verə bilər ki, şagird onu daha dərindən anlasın. Öyrənməni mənalı etmək üçün şagirdlərin mövcud təcrübələrindən istifadə etmək. İndi qaydaq təzədən başa. Bu bizim nəzəri hissəmizdir. İndi mən bu 5 komponenti bir nümunə üzərindən deyəcəm və bunu siz qısa konkret yadda saxlayın. Düşünün ki, bir dərsdir, müəllim gəlir dərsə və uşaqlara cəlb etmə edəcək. Ya lövhədə belə bir dipçək şəkli çəkə bilər. Güya da indi güldü. Bir dənə də belə böyüyün çəkməlidir. Nəysə, indi güya ki, güldü. Əl qabiliyyətim bilirəm ki, bərbaddır. Aha. Gəldi, çəkdi belə dipçək gülünü. Ya da sinifdə əyani şəkildə varsa, pəncərənin kənarında canlı-canlı gətirərəm bu 2 dipçəkdi, qoyaram masanın üzərinə. Ya da lövhədə çəkərəm. Hər ikisindən biri. Deyirəm, uşaqlar, bir dəqiqə diqqətiniz məndə olsun. Cəlb etin. Hələ ki, mən bu mərhələdəyəm. Məndə diqqətiniz olsun, baxdılar. Uşaqlar, siz bilirsiniz ki, bu dipçək gülü ilə bu gül eyni növ güldür və bilirsiniz ki, ikisi də eyni gündə, eyni saatda əkilib. Aha,
İndi uşaqlar deyəcək, ay müəllim nə danışırsan, necə yəni eyni gündə, eyni saatda bunun biri balaca, biri böyükdür, bu necə ola bilər ki? Əsas sualı qoyuram. Hə uşaqlar, indi bu necə ola bilər? Bunu mən sizdən soruşuram. Uşaqlar nə edir? Hipotez, fərziyyələrin irəli sürür. Biri deyəcək ki, yəqin ki, bu gül az sulanır, bu isə çox sulanır. O biri deyəcək ki, yəqin ki, bu gülün otağının temperaturu başqadır, bunda başqadır. Biri deyəcək ki, bəlkə bunu soxulcan yeyir, yaxşı baxılmır buna. Və sair və ilaxır belə fərziyyələr irəli sürüləcək. Müəllim də deyəcək ki, haqlısınız ay uşaqlar, hər biri ola bilər. Amma biz nə bilək ki, indi dəqiq hansıdır? Bunu bilmək üçün nə etməliyik? Araşdırmaya getməliyik. Təbii ki, bu günləri alacaq. Uşaqlar gedəcək araşdırmaya. Məsəl üçün, bu balaca gülü A otağına qoyacaqlar. Böyük gülü isə B otağına qoyacaqlar. Bu olur A otağı, bu da olur B otağı. Və günlərlə, məsələn, gedəcəklər eyni gündə bunu da sulayacaq. Eyni gün, eyni saatda ikisini də sulayacaqlar. Görəcəklər, yox, yenə də inkişaf eynidir, bu balacadır, bu böyük. O biri gün, məsələn, müəllim bayaq dedim axı, resurslarla təmin etməlidir uşaqları. Məsələn, otağın temperaturunu ölçəcəklər. Baxacaqlar ki, bunun da otağının temperaturu eyni dərəcədədir. Və belə araşdırmaya davam edəcəklər. Nəhayət bir nəticəyə gələcəklər. Deməli, görəcəklər ki, balaca gülün otağına günəş işığı günorta saat 4-ə qədər düşür. Amma böyük gülün otağına günəş işığı saat 6-ya kimi düşür. Deməli, böyük gül hər gün 2 saat artıq günəş alır. Balaca dibçəkdəki gül isə hər gün 2 saat daha az günəş işığı alır. Deməli, buna görə bunlardan bu az işıq aldığına görə hər gün 2 saat az işıq aldığına görə bu balaca qalıb. Hər gün 2 saat daha çox işıq aldığına görə bu dibçək gülü inkişaf etdikcə inkişaf edib. Uşaqlar deməli nəticəyə gəldilər ki, bunların, yəni bunun balaca qalma səbəbi günəş işığı imiş. Günəş işığından belə deyək də gündəlik, yəni lazımı qədər günəş işığı almadığına görə, günəş işığından məhrum qaldığına görə bu daha az inkişaf edib. Yəni nəticəyə gəldilər. Sonra gəlirlər, bir-birlərinə bölüşüb müzakirə edirlər. Yəni ki, müzakirədə nə baş verir? Deyir ki, gəldikləri nəticə ilə irəli sürdük, bayaqların fərziyyələr irəli sürmüşdülər. İrəli sürdükləri fərziyyələrlə gəldikləri nəticəni ortaya qoyub müzakirə edirlər. Lap belə deyim də, loru dinlə. Gördünüz, mən sizə deyirdim ki, günəş işığıdır. O biri də deyir ki, yox da indi öz aramızda sudan da ola bilərdi, ay nə bilim, temperaturdan da ola bilərdi. Yəni belə öz aralarında müzakirəyə başlayırlar. Təbii ki, müəllim müzakirəyə rəhbərlik etməlidir. Ola bilər bəzən uşaqların müzakirəsi mübahisə ilə bitir, dalaşırlar. Belə olan halda müəllim anında müdaxilə etməlidir. Uşaqların fikrini məqsədə, dərsin müzakirəsinə yönləndirməlidir. Gördüyünüz kimi bu dərsi siz kitabda açsaq, çox uzun, uzadı bir dərs kimi izahı verilib. Amma inanın lazım deyil. Bu PDF sizə bəs edir, bu izah da sizə bəs edir. Bir sözlə, qısa konkret, sorğu araşdırma əsaslı təlim modeli şagird mərkəzidir. Saydıqlarımız 21-ci əsr bacarıqlarının hər biri bu təlim modelində şagirddə inkişaf edir. Bu 5 komponentin adını bilib mənasını bilməyiniz kifayət edir və salam. Bu dərs bundan ibarətdir. Yəni, elə də yəni özünüzü yormayın. Belə əziz və dəyərli müəllimlər, inşallah gələn dəfə başqa bir mövzunun izahı olacaq. Siz kanalımıza abunə olun, bildirimləri açın ki, mən mövzu izahları yerləşdirəndə sizə bildirim gəlsin və yaxud da mən canlılar açanda sizə bildirim gəlsin ki, mən canlı açmışam və qoşulub sizdə iştirak edəsiniz. Mən sizə dəstək olduğum kimi sizlərin də dəstəyini gözləyirəm. Deməli, siz də hansısa mövzuların sırf izahını istəyirsinizsə, yorumlarda qeyd edə bilərsiniz. Mən zamanla bir-bir izah verəcəm və yeni mövzuların da təbii ki, izahı olacaq. Yəni, narahat olmayın. Bilirsiniz ki, 8 dənə yeni mövzu əlavə olunub kitaba. O mövzuların da izahlarını sizlərlə paylaşacağım. İnşallah kitabımız çıxsın.
az qalıb çıxmağına, kitabımız çıxsın. O mövzuları da yavaş-yavaş sizlə paylaşacağam və həmin mövzulara da aid sizlərə, yəni testlər də paylaşacağam ki, mövzu sizə daha aydın olsun. Sağ olun, salamat qalın.